Bax, indi növbəti oyun Kopenhagenləndir Bakıda. Və Vaqif bir məsələyə, çox vacib bir məsələyə yaxşı toxundu. Meydan amili, qazon amili. Qarabağ niyə Bakıda o qədər də istədiyimiz kimi oyun alınmır? Amma baxın, rəqib meydanlarında 90 dəqiqə necə meydanda futbol nümayiş etdirirlər. Yəni bizim o Tofiq Bəhrəmov adına stadionun qazonu indi bilmirəm hal-hazırda nə vəziyyətdədir. Yəni buna qədər olan vəziyyət çox pis idi, bərbad idi və Qarabağın da futbolçular çox texnikalı oyun nümayiş etdirən bir komandada alınmır. Bu meydanda alınmır. Amma indi hətta Araz Naxçıvanla oyundan sonra da Qurban Qurbanov bu barədə qeyd elədi ki, ilk hissədə meydan quru idi, sanki çox sulandı. Ümumiyyətlə Dalğa Arenanın, mən keçən verilişimizdə də dedim, sanki bir xalçadır, alabəzək, topu da görmək olmur ki, top hara gedir, necə hərəkət edir. Bəhrəmov deyici, Tofiq Bəhrəmov adına da stadion deyici, ondan o qədər irəli getməyib. Fikir verirdisə, Ferencvarosuna futbolçular, hər iki komandanın oyunçuları necə sürüşürdülər, top necə atlanırdı. Yəni, hətta qazon, hətta düz hamar deyildi.